1000 kilometrlik yol bir addımla başlayır deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Hər kəsin xəyalında fəth etmək istədiyi bir zirvə var. Amma çox vaxt o zirvənin ucalığı bizi qorxudur. Gözümüzü dikdiyimiz o uzaq nöqtə bizi hərəkətsiz qoyur. Çünki biz sona fokuslanırıq, başlanğıca yox. Dostlar, niyə bəzən ən sadə işləri belə təxirə salırıq? Çünki beynimiz 1000 kilometri bütöv bir yük kimi qəbul edir. Psixologiyada buna böyük hədəf iflici deyilir. Amma bu qədim deyim bizə möhtəşəm bir sir açır. Sənin bütün enerjin, bütün gücün məhz o ilk addımın içində gizlənib. Həyat bir sıçrayış deyil, bir ardıcıllıqdır. 1000-ci kilometrə çatan adam əslində 1000 dənə bir addımı ard-arda atan adamdır. O ilk addımı atdığınız an siz artıq hədəfə doğru meyl etmirsiniz. Siz artıq o yolun bir parçası olursunuz. Qorxu isə yalnız yolun kənarında, hələ hərəkətə başlamayanlar üçün var. İndi özünüzə dürüst olun. Hansı böyük planı sadəcə qorxduğunuz üçün tozlu yəflərdə saxlamısınız? Yeni dil öyrənmək, sağlam yaşamaq, yoxsa illərdir ürəyinizdə gəzdirdiyiniz o layihə? Unutmayın, o böyük dəyişiklik sabah yox, məhz bu saniyə, kiçik bir qərarla başlayır. İlk addım mükəmməl olmaq məcburiyyətində deyil. O sadəcə olmalıdır. Çünki hərəkət bərəkətdir, hərəkət enerjidir. Yol sizi gözləyir. O ilk addımı bugün atmağa hazırsınızmı? Şərhlərdə bugün atacağınız o kiçik addımı mənimlə bölüşün.